9 nəfər 9000 manatı əldə etmək üçün bura toplaşıblar. Amma onlardan yalnız biri qalib olacaq və toplanmış ümumi məbləği apara biləcək. Digər 8 nəfər isə buranı zəif bənd olaraq əliboş tərk edəcəklər. Zəif bənd oyununa xoş gəlmişsiniz. Studiyada 9 iştirakçıdan hər hansı biri 9000 manat uda bilər. Onlar bir-birlərini tanımırlar, amma əgər bu məbləğ udmaq istəyirlərsə gərək bir komanda şəklində birləşsinlər. Onların 8-i buradan əliboş gələcək. Belə ki, hər raundun sonunda komanda kimin zəif bənd olmasına səs versə, həmin oyuncu studiyanı tərk edəcək. Komanda ilə tanış olaq. Ağa Hüseyin, 38 yaş, Bakı şəhəri, sürücü. Vüqar, 41 yaş, Quba şəhəri, geodeziyaçı. Xumar, 23 yaş, Bakı şəhəri, müəllimə. Elvin, 25 yaş, Bakı şəhəri, iqtisadçı. Emin, 26 yaş, Tərtər rayonu müəllim. Hüseyin ağa, Bakı şəhəri, 52 yaş, həkim. Şəbnəm, 28 yaş, müəllim, Bakı şəhəri. Hikmət, 35 yaş, Astara rayonu, aşpaz. Namiq, 24 yaş, Bakı şəhəri, kompüter ustası. İndi isə qaydalar haqqında. Hər raundun uduş məbləği 1000 manatdır. Bu pulu əldə etməyin ən qısa yolu 9 düzgün cavabdan ibarət olan zəncir yaratmaqdır. Amma sizlərdən biri suala düzgün cavab verməyəndə zəncir qırılacaq, topladığınız pullar itəcək və siz zənciri yenidən qurmalı olacaqsınız. Topladığınız pulu təhlükədən qorunmağın isə yalnız bir yolu var. Siz sual səslənənə qədər bank deməlisiniz. Unutmayın ki, raundun sonunda yalnız banka qoyduğunuz pullar sizin olacaq. Birinci raund 3 dəqiqə davam edir və biz oyuna adı əlifba sırasına görə əvvəl gələn oyuncudan başlayırıq. Ağa Hüseyin, bu sizsiz. Zəif bənd oyununa başlayırıq. İlk sualın dəyəri 25 manatdır. Vaxt getdi. Ağa Hüseyin, yer üzərində ən ali canlı hansıdır? Pas. İnsan. Vüqar. Kursivlə yığılan mətndə hərflər sağa meyillidir, yoxsa sola? Sağa. Düzdür. Xumar. Bank. Tofiq Quliyevin Qızıl üzük mahnısındakı üzüyün qaşı hansı daşdandır? Firuzə. Düzdür. Elvin. Bank. Xəşil xorey növüdür, yoxsa qənnadi məmulatı? Xörək növü. Düzdür. Emin. Bank. Bitkilərin tənəffüs orqanı nədir? Pas. Yarpaqları. Hüseyin ağa. Bank. Nənəcan xalq oyunudur, yoxsa xalq rəqsi? Xalq oyunu. Düzdür. Şəbnəm. Bank. Tamaşaya bütün biletlərin satıldığı hala nə deyirlər? Pas. Anşlaq. Hikmət. Bu quşlardan hansı köçəridir? Qırqovul, yoxsa leylək? Leylək. Düzdür. Namiq. Bank. Olimpiya bayrağı hansı rəngdədir? Mavi rəngdə. Düz deyil, ağ rəngdə. Ağa Hüseyin. Akademik Ziya Bunyadov ixtisasca şərqşünas idi, yoxsa hüquqşünas? Hüquqşünas. Düz deyil, şərqşünas, Vüqar. Populyar müğənnilərə aid edilən star sözünün mənası nədir? Ulduz. Düzdür, Xumar. Bank. Azərbaycanda çıxarılan neftin çoxu qurudadır, yoxsa dənizdə? Dənizdə. Düzdür. Elvin. Bank. Bəyin oğurlanması filmində hansı məşhur Hind filminin adı çəkilir? Pas. Avara. Emin. Bank. Arahis yer fındığıdır, yoxsa yer alması? Yer fındığı. Düzdür. Hüseyin ağam. Bank. El deyiminə görə hansı heyvanın erkəyi dişisi olmaz? Şirin. Düz deyil, aslanın. Şəbnəm. Okeanda zəlzələdən sonra əmələ gələn nəhəng dalğa necə adlanır? Tsunami, yoxsa origami? Tsunami. Düzdür. Hikmət. Bank. Həkimin xəstəni müayinə etdikdən sonra çıxardığı nəticəyə tipdə nə deyirlər? Resept. Düz deyil, diaqnoz. Namiq. Nokturn musiqi əsəridir, yoxsa rəsm əsəri? Rəsm əsəri. Düz deyil, musiqi əsəri. Ağa Hüseyin, 1000 metrə bərabər uzunluq vahidi hansıdır? Kilometr. Düzdür. Vüqar. Bank. Michelangelo məşhur İtalyan rəssamının adıdır, yoxsa soyadı? Soyadı. Düzdür. Xumar. Bank. Saat təmir edən ustaya nə deyirlər? Saat saz. Düzdür. Elvin. Bank. Azərbaycanda qəsəbələrin sayı çoxdur, yoxsa şəhərlərin? Qəsəbələrin. Düzdür. Emin. Bank. Sırsıra ilin hansı fəsli üçün xarakterikdir? Qış fəsli. Düzdür. Hüseyin ağam. Bank. İlanlar öz ovlarını çeynəyirlər, yoxsa bütöv udurlar? Bütöv udurlar. Düzdür. Şəbnəm. Bank. Voleybolda zərbənin qarşısını almaq üçün qurulan müdafiə necə adlanır? Blok. Düzdür. Hikmət. Bank. Uşağın bədənində sayca daha çox sümük olur, yoxsa yetkin insanın? Yetkin insanın. Düz deyil, uşağın. Namiq. Azərbaycan dilində neçə şəxs əvəzliyi var?
3. Düz deyil, 6. Ağa Hüseyn, buklet çap məhsuludur yoxsa gül dəstəsi? Çapmır. Düzdür, Vüqar. Bank. Bakıdakı Ədəbiyyat Muzeyi kimin adını daşıyır? Pas. Vaxt bitdi, cavab Nizami Gəncəvinin. Bu raundda siz banka cəmi 425 manat qoya bilmişsiniz. Məbləğ isə 1000 manat ola bilərdi. Elə ilk raunddan bəxtinə nifrət yağdıran kim olacaq? Atalar sözləri arasında ən çox bəyəndiyi yağmadı yağış, bitmədi qamış kəlamına sadiq qalan kimdir? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtı. Statistikaya görə ilk raundun güclü bəndi xumardır. Heç bir suala cavab verməyən Namiq isə oyuna çox pis başladı. Ən zəif bənd odur. Amma kim birinci gedəcək? Bunu birazdan biləcəyik. Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Namiq. Şəbnəm. Ağa Hüseyn, Ağa Hüseyn, Hikmət. Hikmət. Emin. 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 Namiq. Bəli. Mən bir xeyirxah aparıcı kimi bizim ilk görüşümüzdə sizə xoş arzularımı bildirmək istəyirəm. Çox sağ ol. Bu arzular ondan ibarətdir ki, siz oyunun axırına kimi heç olmasa bircə suala düzgün cavab verəsiniz. Çünki sizə 3 sual verilib, onların heç birinə cavab verməmisiniz. Bəs Emini niyə çıxartmaq istəyirsiniz? Hesab elədim ki, məndən sonra nisbətən zəif cavab verən Emindir. Təbii ki, öz adımı yaza bilməzdim. O cümləni ümumiyyətcə unudun, öz adımı yaza bilməzdim. Bunu biz də bilirik və qaydalarda da yazılıb. Hikmət, siz də yaxşı oynamamısınız. 2 səhv cavabınız var, yəqin bilirsiniz. Bilirəm, mənə elə gəlir ki, Emin də mənim kimi start həyəcanını boğa bilmədi. Məndə start həyəcanı hiss olunduğu kimi onda da biraz hiss olundu. Və mən də özümə həmkar kimi onun adını yazdım. Yox, sizə elə gəlir ki, insan böyüdükcə sümüklərinin sayı artır. Start həyəcanı. Emin, komanda nə qədər haqlıdır bilmirəm, amma ən zəif bənd sizsiz. Xudahafiz. Oyuna başlayanda mən ədalətli bir oyun gözlərdim, ancaq komanda ədalətsizlik etdi və məni güclü oyunçu hesab edib məni oyundan uzaqlaşdırdı. Bununla da onlar özləri üçün bir növ şans qazanmış oldular. İkinci raund. Siz banka cəmi 425 manat qoya bilmişsiniz. Məbləğ isə 1000 manat ola bilərdi. 8 iştirakçı qaldı. Bu raundda vaxtınız 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Xumar bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Xumar, yerin nüvəsinə yaxınlaşdıqca temperatur artır yoxsa azalır? artır. Düzdür. Elvin, Bank. Abdullah Şaiqin nağılında hansı heyvan həccə gedir? Tülkü, Düzdür. Hüseyn ağa, Bank. daş armudu gec yetişən meyvədir yoxsa tez yetişən? Gec yetişən. Düzdür. Şəbnəm, Bank. bucağın ölçü vahidi nədir? Dərəcə. Düzdür. Hikmət, Bank. məşhur aktrisa Nəsibə Zeynalovanın atasının adı və soyadı nədir? Cangir Zeynalov. Düzdür. Bank. Namiq, hansı heyvana qaplan deyirlər? Şirə yoxsa bəbirə? Bəbirə. Düzdür. Ağa Hüseyn, Bank. Hindular hansı qitənin aborigen sakinləridir? Amerika. Düzdür. Vüqar, Bank. bunlardan hansı daha böyük ərazilərə yayılır? Duman yoxsa çən? Çən. Düzdür. Xumar, Bank. loqaritm xətkeşi ölçü xətkeşidir yoxsa hesablama? Hesablama. Düzdür. Elvin, bank, qızıl və gümüşün əyarını təyin edən daşa nə deyirlər? pas, Nəhəng daşı. Hüseyn ağa, qanun nəfəsli musiqi alətidir yoxsa simli? Nəfəsli. Düzdür, simli Şəbnəm. Cənub tropikində günəş ilin hansı ayında zenitdə olur? Dekabr. Düzdür. Hikmət, Bank. Barbie kuklasının dostunun adı nədir? Ken yoxsa Jack? Ken. Düzdür. Namik, Bank. yazıcı Əziz Nesin milliyyətcə kimdir? Türk. Düzdür. Ağa Bank. Hüseyn, puantı rəqqaslar geyinir yoxsa güləşçilər? Rəqqaslar. Düzdür. Vüqar, Bank. dünya dövlətlərinin sərhədləri hansı xəritələrdə göstərilir? Coğrafi.
Düz deyil, siyasi xəritələrdə xumar hansı üsulla yazılmış yazı daha aydın oxunur? Kalligrafiya yoxsa kriptografiya? Kalligrafiya. Düzdür. Elvin. Bank. Muzeydə yaxud sərgi salonlarında nümayiş etdirilən əşyalar necə adlanır? Sərgi əşyaları. Düz deyil, eksponat. Hüseyn ağam. Adi şüşələr daha davamlıdır yoxsa üzvü şüşələr? Üzvü şüşələr. Düzdür, Şəbnəm. Gəldim, gördüm, qələbə çaldım sözləri kimə məxsusdur? Yuli Sezar. Düzdür, Hikmət. Bank. Qaravəlli janrı satirik xarakterlidir yoxsa dramatik? Satirik. Düzdür, Namiq. Bank. Vulkanın ağzına nə deyirlər? Krita. Düz deyil, krater. Ağa Hüseyn, bu tərəvəzlərdən hansı qabaq kimilər fəsiləsindəndir? Xiyar yoxsa badımcan? Xiyar. Düzdür, Vüqar. Böyük Gürcü şairi Rustavelinin adı nə idi? Şota. Düzdür, Xumar. Bu xalqlardan hansı türk dilli xalq deyil? Qırğızlar yoxsa taciklər? Taciklər. Düzdür, Elvin. Bank. Aslan Qəhrəmanovun səni axtarıram. Vaxt bitdi və mən sualı sona kimi səsləndirəm bilmədim. Bu raundda siz banka cəmi 500 manat qoya bilmişsiniz, məbləğ isə 1000 manat ola bilərdi. Savadsızlığına görə fələyin çarxına qarğışlar və söyüşlər göndərən kimdir? Kim elə bil özünə söz verib ki, dünya dağılsa da hər 3 sualdan birinə düz cavab verəcək. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Xumar yenə güclü bənddir. Zəif bənd isə Elvindir. Cəmi bircə sualın cavabını tapa bilib. İndi görək oyuna davam eləyə bilməyən kim olacaq? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Elvin. 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 Vüqar. Elvin. Namiq. Elvin. Elvin. Hüseyn ağa, sizin adınız Hüseyn ağadır, Ağa Hüseyn deyil. Özdə siz həkimsiz, o isə sürücüdür. O qanunun hansı musiqi aləti olmasını bilməyə bilər. Amma həkimləri musiqiçilərə bənzədirlər. Hətta deyirlər ki, cərrahın əlləri pianoçunun əlləri ilə eynidir. Niyə bilmədiniz? Siz Həyəcan? həyəcan yox, sadəcə olaraq eşidə bilmədim. Çox aşağıdan danışırsınız. Mən o musiqi alətinin adını düzünə qalsa dəqiq eşitmədim. Keçin günahından. Keçdik. Elvini niyə çıxardırsınız? Elvin bu raundun ən zəif bəndi olduğuna görə Elvini çıxardı. Vüqar, Bəli. siz seçiminizi izah edin. Komanda ümumiyyətlə bu raunda heç də pis başlamadı, amma sonradan Eminə verilən ikinci və üçüncü suallarda Elvin səhv cavab verdi və onun adını yazdım. Zənnimcə bu raundun zəif bəndi Elvindir. Onu düz deyirsiniz. Amma mən deməzdim ki, komanda əla başlamışdı. Elvin, vaxtından biraz qabaq da olsa getməlisiniz. Ən zəif bənd sizsiz. Xudahafiz. Birinci raundda düşünürəm ki, yetəri qədər yaxşı oynadım. Düzdür, güclü bənd olmasam da, amma bütün suallara cavab verə bildim. Amma ikinci raund təəssüflər olsun ki, mənə verilən sualların bəziləri biraz çətin idi. Ona görə də zəif bənd oldum və komanda haqlı qərar verdi. Üçüncü raund. Siz banka cəmi 925 manat qoya bilmişsiniz, məbləğ isə 2000 manat ola bilərdi. 7 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Xumar, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Xumar, insanın qaraciyəri sol tərəfdə yerləşir yoxsa sağ tərəfdə? Sağ tərəfdə. Düzdür. Hüseyn ağam, Bank. Atlantik okeanında gəmilərin hərəkəti üçün təhlükəli olan müəmmalı zona necə adlanır? Bermud üçbucağı. Düzdür. Şəbnəm, Bank. qunduzlar yuvalarını nədən tikirlər? Ağac budaqlarından yoxsa çay daşından? Ağac budağından. Düzdür. Hikmət, Bank. riyaziyyatda çıxma əməlinin nəticəsinə nə deyirlər? Bərabərlik. Düz deyil, fərq, namiq. Şofer sözü fransızcadan tərcümədə nə deməkdir? Sürücü yoxsa ocaqçı? Sürücü. Düz deyil, ocaqçı. Ağa Hüseyn, Rusiyanın hansı şəhəri öz samavarları ilə məşhurdur? Ufa. Düz deyil, Tula. Vüqar, bifşteks nədir? Qızardılmış ət yoxsa soyutma balıq? Qızardılmış ət. Düzdür, Xumar. Bank. Komissar Miqre hansı fransız yazıçısının ədəbi qəhrəmanıdır? Jules Verne.
Düz deyil, George Simenonun. Hüseyn ağam, şəmşir qılınca deyirlər yoxsa qalxana? Qılınca. Düzdür, Şəbnəm. Bank. Təbaşirin tərkibində hansı metalın iyonları var? Pas. Kalsiyumun. Hikmət, it boğan bitki adıdır yoxsa həşərat? Bitki. Düzdür, Namiq. Bank. Hər il kino festivalı keçirilən Kan şəhəri hansı ölkədədir? Pas. Fransada. Ağa Hüseyn, solfeggio dərsi musiqi məktəbində tədris olunub, yoxsa rəssamlıq məktəbində? Musiqi. Düzdür, Vüqar. Bank. 1972-ci ilə kimi Şri Lanka dövlətinin adı nə idi? Ceylon. Düzdür, Xumar. Bank. Bill Clinton 1992-ci il prezident seçkilərində kimə qalib gəlmişdi? Ata Buşa yoxsa oğul Buşa? Oğul Buşa. Düz deyil, Ata Buşa, Hüseyn ağam. Avropada Xəzər dənizini necə adlandırırlar? Kaspий dənizi. Düzdür. Bank. Şəbnəm, insana ömrünün hansı yaş dövründə ixtiyar deyirlər? Qocalıq yoxsa cavanlıq? Qocalıq. Düzdür. Hikmət, Bank. qədim İpək yolunun əsas nəqliyyat vasitəsi nə idi? Dəvə. Düzdür. Namiq. Bank. Bu kimyəvi elementlərdən hansı ilə eyni adda dəri növü var? Brom yoxsa xrom? Xrom. Düzdür. Ağa Hüseyn, Bank. fenomen populyar deməkdir yoxsa qeyri-adi? Qeyri-adi. Düzdür, Vüqar. Bank. Bədii əsərdə iki və daha artıq adamın öz aralarında danışması necə adlanır? Diyalog. Düzdür. Xumar. Bank. Peşmet kişi geyimidir yoxsa qadın? Kişi. Düzdür. Hüseyn ağam. Bank. Skandinav dövlətlərindən hansının paytaxtı Oslodur? Norveç. Düzdür, Şəbnəm. Vaxt bitdi. Bu raundda siz banka cəmi 375 manat qoya bilmişsiniz. Məbləğ isə 1000 manat ola bilərdi. Xarab olmuş patifon kimi pas təkrarlamaqla kifayətlənən kimdir? Kimi həyəcandan və xəcalətdən elə tər basıb ki, elə bil aş süzəndən təpəsinə su tökürlər. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtı. Bu raundun güclü bəndi Hüseyn ağadır. Statistikaya görə zəif bənd Namiqdir. Bəs görək komandanı kim tərk edəcək? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Namiq. Namik. 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 Ağa Hüseyn. Xumar. Hüseyn ağa mənim tənqidimdən nəticə çıxartdı. Görürsünüz ki, raundun güclü bəndidir. Amma siz geriyə getdiniz. Bura gələndə göz mıncığı taxmışdınız. İnanmıram elə şeylərə. Görün, burada nə qədər göz var. Mənim gözlərim, operatorların gözləri, Mən onlardan ehtiyatlanmıram. nahaq yerə. Amma bundan sonra inanarsınız. Seçiminizi izah eləyin. Namiqin adını qeyd elədim, çünki düşünürəm raundun zəif bəndi məhz oldu. Ağa Hüseyn, Rusların atalarının çox gözəl bir sözü var. Tulaya öz samavarınla getmə. Heç eşitməmisiniz? Xeyr. Ona görə də ufa dediniz də yəqin. Bəli. Bəs Namiqi niyə çıxardırsınız? Namiqlə heç bir şəxsi qərəzliyim yoxdur, amma birinci turda da Namiq biraz zəif çıxış eləmişdi. Düşünürəm ki, hər şey göz qabağındadır. Bu raundda da Namiq inciməsin qardaşdır, amma zəif bənd. Mənim üçün zəif bənd. Namiq, Ağa Hüseynin sözünü yerə salmayın, inciməyin. Ən zəif bənd sizsiz. Xudahafiz. Vaxt getdi. Hüseyn ağa, 16-cı əsrdə Fransada yaşamış məşhur həkim və öncəgörən Nostradamus'un adı nə idi? Michel. Düzdür. Şəbnəm. Bank. Saturn böyük planetlərə aiddir yoxsa kiçik? Böyük. Düzdür. Hikmət. Bank. Amoniyak məhlulu səhiyyədə hansı adla tanınır? Turşu. Düz deyil, naşatır spirtdə. Ağa Hüseyn, kakoz qozunun içərisində ləpə olur yoxsa maye? Maye. Düzdür, Vüqar. Bank. Virus latınca nə deməkdir? Pas. Zəhər, xumar. Rus nağıllarındakı ölməz Kaşşey müsbət qəhrəmandır yoxsa mənfi? Mənfi. Düzdür. Hüseyn ağa. Bank. Yunan-Roma güləşində olimpiya medalı qazanmış ilk Azərbaycanlı idmançı kimdir? Allah verci. Düz deyil, Farid Mənsurov. Şəbnəm, Gürcü müğənnisi Vaxtan Kikabidze 1970-ci illərdə hansı vokal instrumental ansamblın solisti olub? Pas. Arera ansamblının.
Hikmət. Yazıcı Walter Scott milliyyətcə kim idi? İngilis yoxsa Şotland? İngilis. Düz deyil, Şotland. Ağa Hüseyn. Azərbaycan ərazisində Kür çayının sahilində yerləşən ən böyük şəhər hansıdır? Naxçıvan. Düz deyil, Mingəçevir, Vüqar. Finlandiya sözünün mənası nədir? Göllər ölkəsi yoxsa fillər ölkəsi? Göllər ölkəsi. Düzdür, Xumar. Bank. Bir çox filmlərdə çəkilmiş Yuri Nikulinin əsas ixtisası nə idi? Həkim. Düz deyil, klon. Hüseyn ağam, snayper silahını bu şəxslərdən hansı ixtira edib? Dragunov yoxsa Makarov? Dragunov. Düzdür, Şəbnəm. Bank. Ərəb xilafəti neçənci əsrdə yaranıb? 7-ci. Düzdür, Hikmət. Bank. Bu səyyahlardan hansı Azərbaycanda olub? Vasco da Gama yoxsa Marco Polo? Marco Polo. Düzdür. Ağa Hüseyn, monoxrom şəkilləri neçə rəngdə çəkirlər? 1. Düzdür, Vüqar. Bank. Sərhədlərin təyin olunması necə adlanır? Degradasiya yoxsa demarkasiya? Təkrar edin sualı. Sərhədlərin təyin olunması necə adlanır? Degradasiya yoxsa demarkasiya? Demarkasiya. Düzdür, Xumar. Bank. Füzulinin Leyli və Məcnun poemasında Məcnunun sadiq dostunun adı nədir? Zeyd. Düzdür, Hüseyn ağam. Bank. Akselerasiya sürətlənmədir yoxsa ləngimə? Sürətlənmə. Düzdür, Şəbnəm. Bank. Josefina hansı fransız operatorunun həyat yoldaşı olub? Pas. Napoleonun, Hikmət. Terrariumda nə saxlayırlar? Quşları yoxsa sürünənləri? Sürünənləri. Vaxt bitdi, bu düzgün cavab idi. Bu raundda siz banka cəmi 300 manat qoya bilmişsiniz, məbləğ isə 1000 manat ola bilərdi. Oxutmuram əl çəkin kəlamı üçün Sabirə minnətdarlığını bildirən kimdir? Kimin savadı dünən də belə idi, bugün də belədir, sabah da belə olacaq. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Hüseyn ağa yenə də güclü bənd oldu. 4-cü raundun zəif bəndi isə Hikmətdir. Bəs komanda necə hesab eləyir? Bu raund kim getməlidir? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Şəbnəm. Hikmət. Hikmət. Şəbnəm. Hikmət. Şəbnəm. Bu dəfə komanda üzvlərinin seçimləri üst-üstə düşmədi. Səs vermə heç ilə nəticələndi. 3 nəfər Hikmətə, 3 nəfər isə Şəbnəmə səs verib. Soruşacam, görəcəm nə işdir. Hikmət, siz Şəbnəmin, Şəbnəm də sizin adınızı yazıb. İndi xırdalayın görək nə məsələdir. Mən bunu normal qarşılayıram, çünki hər ikimiz bu raundda zəif çıxış etdik. Mən özüm 4 sualın ikisinə cavab verdim. Şəbnəm isə xatırlamıram, amma bir yaxud 2 dəfə cavab verə bilmədi. Ona görə də yəqin məni üzürlü sayar. Yəni demək istəyirsiniz ki, eyni oynamısınız. Təqribən elə olar. Şəbnəm, bilirəm ki, Hikmətin dedikləri ilə razı deyilsiniz. Elə olmasaydı Hikmətin adını yazmazdınız. Düzdür. Deyin görək, Hikməti niyə çıxardırsınız? Düşünürəm məndən zəifdir. Sizdən zəifdir demələ getməlidir. Bəli. Hər halda bunu siz müəyyən eləmirsiniz. Bunu Hüseyn ağa müəyyən eləməlidir. Hüseyn ağa raundun güclü bəndi sizsiz. Qaydalara görə kimin oyunu tərk edəcəyini də siz müəyyən edirsiniz. Xatırladım ki, seçiminizi dəyişə də bilərsiniz. Beləliklə kimi seçirsiniz? Şəbnəmi yoxsa Hikməti? Şəbnəmi seçirəm. Niyə? Ona görə ki, özüm biraz pis hiss elədi. Sağlamlığında mən hiss elədim ki, nəsə problemlər var. Ona görə məsləhət gördüm ki, getməyə daha məsləhət. Həkimsiz, dərmandan filan. Bu raundun ən zəif bəndi mən deyildim. Komandanın qərarı ilə razı deyiləm. Xüsusilə də Hüseyn ağanın qərarı ilə razı deyiləm. Məndən də zəif bənd var idi. Onu qərarını dəyişdirə bilərdi. Başlanğıcda ola bilsin biraz həyəcan məni boğdu, amma sonradan özümü toplayıb lap yaxşı oynamağa, məncə daha yaxşı oynamağa başladım. Və imkan versəydilər axıra qədər davam edərdim. Amma bura qədərmiş. 5-ci raund. Siz banka cəmi 1600 manat qoya bilmişsiniz. Məbləğ isə 4000 manat ola bilərdi. 5 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Hüseyn ağa, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Hüseyn ağa, bəzi binaların girəcəyində fırlanaraq adamları bir-bir buraxan qurğuya nə deyirlər? Turniket. Düzdür. Hikmət. Bank.
Bu kino rejissorlardan hansı Amerika kino ulduzu Nicolas Cage'in əmisidir? Steven Spielberg yoxsa Francis Coppola? Spielberg. Düz deyil, Coppola. Ağa Hüseyin, el inancına görə qazan dibi yeyənin toyunda hansı təbiət hadisəsi baş verir? Yağış yağar. Düzdür, Vüqar. Bank. Səlcuqların dövründə Atabəy titulunu kim daşıyırdı? Hökümdarlar yoxsa tərbiyəçilər? Tərbiyəçilər. Düzdür, Xumar. Bank. Əfsanəvi Eldorado hansı qiymətli metalla məşhur olub? Dəmir fizil. Düz deyil, qızılla. Hüseyin ağa, Şirvan gözəli armud növüdür yoxsa alma? Armud. Düz deyil, alma. Hikmət. Re ilə fa notları arasında hansı not yerləşir? Mi. Düzdür. Ağa Hüseyin, Bak. Yevropium kimyəvi elementdir yoxsa pul vahidi? Başa düşmədim. Yevropium kimyəvi elementdir yoxsa pul vahidi? Kimyəvi element. Düzdür, Vüqar. Bank. Müalicə profilaktik istirahət müəssisəsi necə adlanır? Sanatoriya. Düzdür, Xumar. Bank. İsveçrənin qanunverici orqanı hansıdır? Riksdag yoxsa Reichstag? Reichstag. Düz deyil, Riksdag. Hüseyin ağa, axırıncı Aşırın filmində Abbasqulu bəyin soyadı nə idi? Pas. Şadlinski. Hikmət. Görkəmli dövlət xadimi Fətəli xan Xoyski hansı şəhərdə anadan olub, Xoyda yoxsa Şəkidə? Xoyda. Düz deyil, Şəkidə. Ağa Hüseyin, marabu quşunun başqa adı nədir? Sekundant yoxsa adjutant? Sekundant. Düz deyil, adjutant, Vüqar. Primadonna sözü italyanca nə deməkdir? Pas. Birinci xanım, Xumar. Bank. Bunlardan hansı bitkidir? Qara saqqal yoxsa təkə saqqal? Qara saqqal. Düz deyil, təkə saqqal, Hüseyin ağam. Şimali Koreyanın paytaxtı Pxenyandır. Bəs Cənubi Koreyanın paytaxtı hansı şəhərdir? Seul. Düzdür, Hikmət. Bank. Təkərlər üstə olan səyyar sirk necə adlanır? Pas. Şapito, Ağa Hüseyin. İnsanın həyat fəaliyyəti üçün zəruri olan vitaminlər hansı əlifbanın hərfləri ilə işarə olunur? Latın. Düzdür, Vüqar. Vaxt bitdi. Bu raundda siz banka cəmi 175 manat qoya bilmişsiniz. Məbləğ isə 1000 manat ola bilərdi. Bilik dünyası kimdən tünelin ucundakı işıq qədər uzaqdır, hələ biraz da uzaqlaşacaq. Kimin irəlidə hələ çox cavabsız suallar və mənim tikanlı sözlərim gözləyir. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Bu dəfə güclü bənd Ağa Hüseyndir. Heç bir sualın öhdəsindən gələ bilməyən Xumarsa zəif bənddir. İndi görək kimin adı oyunda son dəfə çəkiləcək. Buna komanda qərar verəcək. Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Xumar. Xumar. Hikmət. Xumar. Xumar. Hikmət, oyununuzda xəbəriniz var. Var. Zəif bəndlərdən biri mən idim. Sizə cəmi 4 sual verilib, onlardan 3-ünü bilməmisiniz. Yenə sizi bağışlayardım. Amma məsələ burasındadır ki, şəkillər ərizə yazıb üstümüzə gələcəklər. Onların fəxr elədiyi şəxslərdən biri Xoyskidir. Sadəcə olaraq Xoyskin soyadı məni çaşdırdı. Bunu mən özüm üçün qəbahət sayıram. Və çalışaram ki, Fətəli xanın tərcümə halını dərindən öyrənim. O ki, qaldı Xumara. Mən inanmıram ki, ona qarşı haqsızlıq oldu. Çünki məndən sonra ikinci zəif bənd oydu. Amma əslində haqsızlıq oldu. O bütün oyunu hamıdan yaxşı oynamışdı. Mən başqa bir ad yazsaydım belə xeyri olmayacaqdı. Artıq göz qabağındadır. Hüseyin ağa, sizə də Şadlinskini bağışlaya bilmirəm. Sizin nə yaşınıza, nə də təcrübənizə, nə də savadınıza. Ümumiyyətlə, xalqımızın fəxr etməli şəxslərini tanımaq lazımdır. Məndən razısınız? Razıyam. Bəs Xumarı niyə çıxardırsınız? Raundu